İndi baxın görün Sərdar Cəlaloğlu nə danışır. Heydər Əliyevlə bizim aramızda bir belə Səs gəlirmi? bizdən bir incəlik elədi. Hətta məni parlamentə çağırırdı Heydər Əliyev ki, gəlsin, hətta çıxış eləsin, nə bilim nə. 2 dəfə Heydər Əliyev yanında iclas olub bizi dəvət edib, lazım olanda öz fikirlərini bizə çatdırıb. Biz lazım olan fikirlərimizi Ələsənovun vasitəsilə Heydər Əliyevə çatdırmışıq. Heydər Əliyevlə Qurban Məmmədov sıx əlaqələri olub, hətta Heydər Əliyev hakimiyyətə gəldi. İlk illərdə Qurban bəy qardaşının evinə dəvət edib, dövlətin gələcəyi ilə bağlı müzakirələr aparıblar, müəyyən etmək olar, təhlükələr hardan gəlir. Biz söz vermişdik ki, Azərbaycanda xaricdən və daxildən gələn qeyri-konstruktiv hər hansı bir məsələ olacaqsa, biz bunu həm özümüz qarşısında duracaq, həm də bu barədə hakimiyyəti mütləq məlumatlandıracaq. Bu belə bir təhlükə var. Fikir verdiniz dostlar. Adamlar özləri, o Qurbanın videosu var, tez-tez qoyuruyor efirdən Rəşadqanın arasında danışır. Onlar hamısı oyundur. Güya nə bilim bu haqqı deyirmiş, bu Heydər Əliyev rejimini devirmək istəyirmiş. Ki Azərbaycanda nədir, bunları devirib Azərbaycana ədalətli milli hakimiyyətin qurulması üçün əlindən gələn edilmiş, dirəniş göstərib, həbs olunub, baxın Rəşadqanın arasında da deyib. Yalan söhbətdir hamısı. Yalan söhbətdir. Bunun həbsi də oyundur. Bunlar baştan Heydərə xidmət edirlər. Bunlar baştan İlhama xidmət edirlər, ailəsinə xidmət edirlər. Fikir versin nə deyir? Deyir Heydərin deyir, qəbuluna gedirdi, məsləhətləşirdi. Sən Heydərlə nə məsləhətləşə bilərsən ki? Mən İlham Əliyevə qarşı vuruşuram bu dəqiqə. Mən İlham Əliyevlə nə məsləhətləşə bilərəm ki? Mən deyirəm bu adam düşməndir, terrorçudur, xaindir. Mən bununla nə danışığa gedə bilərəm ki? Qutardı getdi də bu məsələni bağlayır. Mən deyirəm, sən düşmənsən, xainsən sən. Sən cümləsən, sən əməllərin sübut edir ki, bu millətin düşmənisən sən, İlham Əliyev. Onun rejimi, A'dan Z'yə. Qutardı getdi, biz nə danışıqa gedə bilərik ki, nə danışa bilərik? Biz onunla nəyə məsləhətləşə bilərik ki? Yəni, Qurban Məmmədov nəyə məsləhətləşirdi? Hə? Sənin həbsin də yalandan olub, Sənin həbsin də danışıqlı olub, Qurban Məmmədov. Sən o Qurban Məmmədov olmuşsa, gəl şərəfsiz alsan. Türmədə ola dostlar Qurban Məmmədov. Türmədə ola Heydərə qarşı güya bu mübarizə aparılmış kimi özünü göstərilmiş. İçəridə diri adamları yoxdur Heydərə qarşı nifrət olan, bu Əliyevlərə qarşı nifrət olan. Onları seçib, araşdırıb, siyahıya almaq üçün özü mübarizə atılıb Heydərə qarşı içəridə mübarizə aparmış ki, içəridəkiləri dənləsinlər. Kim mübarizdir, kim diridir, kim sözünü deyən oğullardırsa, onları siyahıya alıb yavaş-yavaş bir-bir aradan götürülmüşlər. Sən həmən Qurban Məmmədov olmuşsan da. Sən fitnəni, fəsadı yayan Qurban Məmmədov olmuşsan da. Heydərə xidmət edən bunlardır. İlhamı hakimiyyətdə saxlayan bu, baxa burada deyir özdə. Deyir biz əlimizdən gələn eləyəcək ki, sizə qarşı, yəni sizi devirməsinlər. Bu Heydər Əliyev, bu Əliyevlər rejimi devirilməsin. Əlimizdən gələn eləmişik, eləyəcəkdir. Özü deyir, qardaşı. Bizim aramızda bir belə, nə o bizdən bir incəlik elədi, hətta məni parlamentə çağırırdı Heydər Əliyev ki, gəlsin, hətta çıxış eləsin, nə bilim nə. 2 dəfə Heydər Əliyev yanında iclas olub bizi dəvət edib, lazım olanda öz fikirlərini bizə çatdırıb, biz lazım olan fikirlərimizi Ələsənovun vasitəsilə Heydər Əliyevə çatdırmışıq. Heydər Əliyevlə Qurban Məmmədov sıx əlaqələri olub, hətta Heydər Əliyev hakimiyyətə gəldi. İlk illərdə Qurban bəy qardaşının evinə dəvət edib, dövlətin gələcəyi ilə bağlı müzakirələr aparıblar, müəyyən etmək olar, təhlükələr hardan gəlir. Biz söz vermişdik ki, Azərbaycanda xaricdən və daxildən gələn qeyri-konstruktiv hər hansı bir məsələ olacaqsa, biz bunu həm özümüz qarşısında duracaq, həm də bu barədə hakimiyyəti mütləq məlumatlandıracaq. Bu belə bir təhlükə var. Baxın, diqqət elədiniz dostlar. Deyir ki, hər hansısa bir təhlükə olsa biz özümüz qarşısında duracağıq. Bunu qardaşı özü deyir. Evet, siz, bilirsiniz dostlar, həqiqəti demək lazımdır, həqiqəti deyənə dəstək vermək lazımdır. Bu adamlar qardaş başdan elə, tək bu deyil ki, Qurbandır, Cəlaloğlu Sərdardır, nə bilim oradan Əli Kərmisidir, İsa Qəmbəridir, Cəmilə Sənlisidir. Bir çoxu. Birbaşa bu rejimə xidmət edirlər bu gündə. Güya Qurban Məmmədov bura nəyə gəlib ki, Azərbaycan xalqını xilas eləmək istəyirik ki, o. Hə? Həftə 8 ilə 9 bir dənə təşkilat yaradırlar. Yığırlar başlarına, adə qoymayın, gəlirik, rejimi devirəcəyik. Biraz gedirlər, insanların iradəsini qazanırlar, şap fitnəni salırlar, bölürlər, parçalırlar. Bunlar kimdir belə? Bunlar
Bu Qurban Məmmədov bu qədər oyun qurur, sonra da dağıdır, parçalayır. Bunun kimə nə xeyri var ki? Xalqa xeyri var, yoxsa Əliyev rejiminə? Hə? Bax, o vaxt mən həbs olunanda Qurban Məmmədov mənim qardaşımın, bacımın, anamın, özümün, hətta anamın anası, nənəm. O vaxt Avropa məhkəməsinə yazırdı mənim haqqımda, mən həbs olunanda. Qurban Məmmədov mənim bacımın, qardaşımın sənətini neyinir ki, Avropa məhkəməsinin nəyinə lazım ki, mənim bacım, qardaşım? Hətta mənim anamı doğan anayı nənəm. Nənəmin dokumenti nəyinə lazımdır ki, o Avropa məhkəməsi neyinir ki, mənim nənəmin dokumentini? Neyinir ki onu? Ha dostlar, sizə bu nə demək? Yəni, bu bir ailəlikcə pasport, bütün dokumentlərinizi, yəni nə deməkdir? Hara ötürürdün ki, ay Qurban Məmmədov onu? Bunu niyə edirdin ki? Yəni, deyək ki, mən kimin oğluyam, ata adı, da biletlərinə düşər ana adı. Bacımın adını niyə edirdiniz ki? Qardaşımın dokumentini niyə edirdiniz ki? Hə? Anamı doğan nənəm yəni, tərtərdə borsunda nənəm. Onu niyə edirdiniz ki? O sənəti niyə edirdiniz ki? Siz kimə xidmət edirsiniz, ay Qurban Məmmədov? Sən kimə xidmət edirsən? Bunu eləməklə nə demək istəyirdin ki? Yəni, bu dokumentləri hara göndərsən ki? Güya Avropa məhkəməsinə göndərsən sən o arxivləri? Ay alçaq, ay bir qiriyyət, ay satqın köpək, ay 200 də alçaq, ay bir qiriyyət qurban.